Şəhər efirdə rəis tamaşaçılar, baş sponsorumuz olan Fitanad limonadları ağız dadınız ola bilər. Belə ki, bütün marketlərdə olan Fitanad limonadlarından alın, marketlərdə var. Əsasən də bizim marketlərdə demək olar ki, mövcuddur. Alın, için. Gözəl içkidir, 100% təbiidir və sərinlik gətirici içkidir. Çeşidlərinə görə isə vitaminlə zəngin olan armuddan tutmuş, tərxundan tutmuş, tərəvəzlər və meyvələr hamısından var. Odur ki, mən məsləhət görürəm, Fitanad limonadları içəsiz. Uşaqlar üçün də gözəl içkidir. O ki, qaldı bizim mövzumuza. Bugünkü mövzumuz qaraciyərin və böyrəklərin təmizlənməsi, öd yollarının təmizlənməsidir. Şlaqlardan təmizlənməsi. Amma biz bir sualı bayaq cavablandırırdıq ki, 86 yaşında ağır bir insan bizə müraciət edib ki, onun öd küçəsində problemi var, qaraciyəri isə bərkiməkdədir. Elnur həkim, buyuruz. Qeyd olunan kimi, bu şəxsə orqanizmin özünün fizioloji olaraq belə hala gətirib çıxartmasıdır. Yaş faktoru nəzərə alsaq, yəni bunlarda öd daşına meyillik, mədə-bağırsaq sistemində destruksiyaların yaranması, disfunksiyonal proseslərin baş verməsi, həmçində hərəkətliyin də bir zəifləməsi. Yəni belə deyək də, bizdə əsas niyə görə qaraciyərlə böyrəyi bugün qoymuşuq mövzu kimi? Çünki ən çox bu süzgəc funksiyasının rolunu oynayan, detoksikant rolunu oynayan bu iki orqanlardır. Bu orqanlar da, yəni belə baxaq ki, nə qədər il boyu, ömür boyu bunlar çalışırlar və bunlar da belə deyə tutulur və onların hüceyrələri də yenilənməsi azalır. Bu zaman məsləhət görmək olar, çox rahat şəkildə Hepartiya çayından mütəmadi qəbul etsin. Herbaflor şirkətində istehsal olunan Hepartiya çayı 30 gün müddətində gündə 3 dəfə yeməkdən yarım saat qabaq dəmləyib qəbul etməyə məsləhət görülür. Təşəkkür edirəm. Şəbnəm xanım, buyurunuz. Əgər əlavəniz varsa, buyurunuz. Belə bir əlavəm yoxdur. Burada elə Elnur həkim dediyi kimi yaş faktoru öz rolunu göstərir. Ancaq otlardan istifadə edə bilər, öd qovucu olmamaq şərti ilə. Təşəkkür edirəm. Mən evə gedərkən taksidə oturdum. Çox maraqlı bir hadisə gördüm. Elə yanımda oturan dedi ki, salam Fikrət müəllim. Baxdım ki, mən tanımıram bu adamı. Dedim, əleyhissalam. O mənə çox maraqlı dedi. Çox sağ olursun. Dedim, yenə də biraz təəccübləndim. Çox sağ olursun. Nədən çox sağ olun? Dedim, nədən belə? Yox, çox sağ olun. Təşəkkür edirəm. Sizə bilmirəm necə minnətdar. Dedim, baxın, mənə niyə görə? Dedi ki, bilirsiniz, qaraciyərində bərkimə, artıq sirroza gedən xəstəlik geri qayıtdı. Dedim, neylə, nə oldu ki? Deyir ki, siz dediniz, verilişinizdə səslənmiş o alaqanqalın toxumları, biz ondan istifadə elədik. Alaqanqalın toxumları, Rastarovşu. Ondan istifadə elədik. İndi o qədər deyir, nəinki, hətta deyir, İrana da getmişdi, artıq geri qayıtmaz bir xəstəlik olduğunu demişdilər və demişdilər ki, bu insanın artıq həyatına son qoyulacaq. Deyir, biz geri qayıtdıq, həmən alaqanqaldan istifadə elədik. İndi nəinki o insan sağalıb, əla vəziyyətdədir, yaxşıdır, özünü yaxşı hiss eləyir və müayinələrdən keçib, tamam salamatdır. İndi hamımız başlamışıq alaqanqaldan istifadə eləməyə. Fikrət müəllim, biz özümüz onu çox istifadə edirik həqiqətən. Uzun müddət ağır xəstəliklər keçirmiş, hətta xərçəng xəstəliyi müalicəsindən sonra həmişə qaraciyər təzyiqlərə məruz qalır. Onu həmən alaqanqalın otundan və yaxud kapsulası var, onu yağ şəklində buraxılır. Ondan istifadə ediləndə çox gözəl effekt verir, həqiqətən. Qaraciyər piylənmələrində də çox gözəl effekt verir. Ləkəli alaqanqalın toxumu, mən qeyd elədim, Hepartiya çayının tərkibində də var. Ləkəli alaqanqal toxumunun yağı da istehsal olunur Herbaflor şirkətində və özünüz qeyd elədiyiniz kimi ləkəli alaqanqal toxumunun özü tək şəkildə də istehsal olunur. Təşəkkür edirəm, çox sağ olun. Bizim telefonumuz 510-0204 və 69-74 SMS ünvanımız açıqdır. Kim telefona düşə bilmirsə o zaman şübhəsiz ki 69-74-də suallarınızı ünvanlaya bilərsiniz. Alo. Alo. Bəli. Salam Fikrət müəllim. Əleyküm salam. Fikrət müəllim, mənim sualım sizə oldu ki, elə bir ki, mən 3 ay bundan qabaq UZİ-də oldum. Mən yemək yirdim, kürək nahiyəm ağrıyırdı. Dedi ki, elə bir həkim dedi ki, sizin qaraciyərinizdə piylənmə gedir. O Herbaflora çayından yazdı mənə, gündə 3 dəfə yeməkdən sonra. Bəli. İçirdim, elə bir ki, o ağrılarım getdi. İkinci sualım isə odur ki, Fikrət müəllim, mən yemək, elə bir ki, iştahım yaxşıdır, belə meyilli, yəni kökəlliyə də meyilliyəm, kökəlməyə. Hə, köklüyə meyillisiniz. Bəli. Elə bir ki, biraz az yeyirəm, görürəm əsəblərim elə bil oyanır, çox əsəbləşirəm. Xanım, indi
Aydın oldu, fikriniz aydın oldu. Yəni siz çox yeyirsiniz, amma kökəlməyə də meyillisiniz. Bununla bağlı istəyirsiniz ki, arıqlamaq və yaxud da ki, onun qarşısını almaq. Oldu, vaxtımızı nəzərə alın, çox sağ olun. İkinci telefonu qəbul edək. Alo. 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 İkinci telefon cavab vermədi. Mən istəyərdim ki, bu xanımın demək, sualını cavablandıraq. Buyurun. Və yəni xanımın qeyd elədiyi o qaraciyərdə piyələnməni aradan götürən çay hepartiya çayıdır ki, hepartiya çayını yenidən də davam elə qəbul etmək olar. Çünki belə deyək ki, piyələnmənin əsas zonası, əsas sahəsi qaraciyər daxili piyələnmədir. Daha çox risk faktoru da qadınlardır. Və bununla yanaşı olaraq belə eləyə bilər. Hepartiya və tiaxalin çayının hərəsindən bir paket eyni stakana atıb, dəmlədikdən sonra daxilə qəbul edə bilər. Bunu, yəni tiaxalindən bir paket, hepartiya çayından bir paket olmaqla bir ay müddətində belə daxilə qəbul etsin və digər əlavə olaraq da arıqlamanı sürətləndirə biləcək Herbaflor şirkətində istehsal olunan Figura HF çayı bir həftə qəbul olunur, sonra fasilə verildikdən sonra onu Şarim Lüks çayı ilə davam etdirə bilər. Təşəkkür edirəm. Bilirsiniz, belə insanlar mütləq həyat tərzini dəyişməlidir və yeməyi birdən-birə azaltmaq olmaz. Hər dəfə lap bir qaşıq azaltsın, hər gün üçün bir qaşıq azaltsın, yavaş-yavaş azaltsın, normaya salsın. Yəni, onun əsəb sisteminə elə təsir eləməyəcək və paralel idmanla məşğul olsun. Təşəkkür edirəm. Ulduz xanım, buyurun. Xanımın dediyinə görə elə bizim mövzumuza aiddir onun sualı. Yəni, artıq bədən şlaklarla doludur. Yəni, qaraciyərdə piyələnmə varsa, bu artıq bir faktdır. Ona görə mütləq təmizlənməlidir, iştahı da yüksəkdir. Təmizlənmə ümumiyyətlə yaxşı olar ki, birinci təmizlənmə. Əvvəlcə bağırsaqlar təmizlənməlidir, sonra qaraciyər təmizlənməlidir. Qaraciyərdən sonra böbrəklər təmizlənir, böbrəklərdən sonra limfa sistemi, damar təmizlənir. Yəni, bu etapla hər həftə birini təmizləsə, çox gözəl nəticə verə bilər. Birincini neynən? Birinci bağırsağı. Bağırsağı təmizləmək üçün nə edə bilər? Birinci ilə murdarçanın qabığından istifadə edə bilər. Murdarçanın qabığı 2 xörək qaşığı götürür, yarım litr suda 10 dəqiqə qaynadır, soyudur, süzür. Və bunu bütün gün ərzində bunu qəbul etsin. Axşam isə yaxşı olar ki, bir dəfədə təmizləyici imalədən istifadə etsin. Yəni, imalədən istifadə edə də bilər, etməyə də bilər. Bu, yəni, həkimlər məsləhətləşməlidir. İkinci, yəni bağırsaq təmizlədikdən sonra qaraciyər təmizləmək lazımdır. Qaraciyərin təmizlənməsinə, ya hər hansı qaraciyərin təmizlənməsinə görə bitki yığımı, məsələn, Herbafloranın qaraciyərə görə bitki yığımından bir həftə qəbul edir və yaxudsə mənim özümdə yığımım var, hepar, bitki yığımı. Ondan qəbul etsin və yaxud eliksir. Biz elə bağırsaqla qaraciyərin təmizlənməsinə aid ikisinə bir yerdə eliksir düzəldirik ki, elə bunu 3 gün içir, 3 gün təmizlənmə olur. Qaraciyərin ilə bağırsağın təmizlənməsi. Və yaxudsa adicə ilə zəncirotu bitkisinin dəmlənməsindən bir həftə qəbul etsin. Yəni, qaraciyərin təmizlənməsinə görə. Bir dənə də dübaj deyim, yəni, bu təmizlənmənin axırında da bir dənə dübaj qəbul etsə yaxşı nəticə verər. 3 xörək qaşığı it burnunu əvvəlcədən xırda-xırda doğruyur, termosa tökür, termosda qalır səhərə qədər. Səhər onu süzür, demək, yarım litr su tökür. Birinci stəkanın üzərinə 3 xörək qaşığı sorbit əlavə edir, onu içir, uzanır 20 dəqiqə, 20 dəqiqədən sonra qalan o birsin ikinci stəkanı ilıq şəkildə. Amma artıq bunu sorbitsiz qəbul edir. Qəbul edir, 40 dəqiqədən sonra isə yüngül həmin gün pəhriz yeməkləri yeyir. Bu artıq onda, yəni əvvəldən o qəbul etdiyi qaraciyər təmizləyici bitkidən sonra bu dübajı da etsə, tam təmizlənmə işi gedir. Bundan sonra keçir böbrəklərin təmizlənməsi. Təşəkkür edirəm. Biz böbrəkləri də birazdan danışacağıq. Çünki bizim bütün mövzumuz boyu, veriliş boyu buna gəlib çıxacaq Ulduz xanım. Biz yəni qaraciyərin təmizlənməsinə qədər bax bu işlərdən Ulduz xanım dedi. Əlavə, Şəbnəm xanım, əlavəniz varsa... Xeyr, yəni cübaş həqiqətən bu işdə yaxşı kömək eləyir. Cübajlar ümumiyyətlə müxtəlif cür olur. Bəzi şəxslər var, 3 gün, məsələn, yemək yemirlər, ancaq 3 gün cübajdan əvvəl meyvə suları və yaxud tərəvəzlərin suyunu içirlər, ancaq başqa qida qəbul eləmirlər. Axırıncı, 3-cü gün isə cübaj olunur, yəni ilıq bir şey sağ böyrü üstə qoyulur və uzanılır, bu cübaj adlanır. 1-2 saatdan sonra bir də eləyir. Təşəkkür edirəm. Ümumiyyətlə, qaraciyərdə, bağırsaqları da təmizləmək üçün müxtəlif üsullar var və bu üsullardan indi biz veriliş boyu danışacağıq, bəlkə sabahki verilişimizi də buna həsr eləyəcəyik. Amma bir şey var, bayaq dediyim kimi insan təkcə yeməklərdən, bitkilərdən və s. imtina etməklə təmizlənmir, həmçinin də ruhi olaraq da təmizlənməlidir. Bütün bunların hamısı baş verəndə insan həqiqətən də sağala bilir.
Telefonumuz 510-0204 və 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Hər vaxtınız xeyir olsun. Ayətiniz xeyir olsun. Mənim sualım Ulduz xanımadır. Mən sizin o Herbaflora jurnalından bəhrələnirəm demək olar ki. Orada Ulduz xanım belə bir əsəbə görə resept qoyubdu demək olar ki. Bu böyütkanla yovşanın kollarını qoyubdu ki, işte onları bir yerdə dəmləyib içəndə o ümumiyyətlə əsəb sistemlərindən başqa psixoloji belə gərginliklərə yaxşı təsir göstərir. Mən də belə halda apteklərdən böyütkan kolunu tapmadım heç cürə. Özüm kənddən gətirdim və qurutdum. Hazır bir şəkildə. İndi yovşanla, aptekdən alınmış yovşanla onu dəmləyirəm. Uşağımın da 6 yaşın içindədir. Ona içirtmək istəyirəm. Hərdən elə bir beyninə belə bir siqnallar kimi çatır. Psixoloji gərginlik hiss edirəm ondan. Özündən asılı olmayan hərəkətlər olur. Onu içirtmək istəyirəm. İçirdirəm ona 2 gündə artıq. O çox acı dərəcədədir. Dəhşətli dərəcə. Çay kimi dəmləyirəm, çaydır rəngi. Acıdır. Xanım, bunu içirmək üçün mən sizə kiçik məsləhət verim. Baldan istifadə edin. Yəni qorxmadan baldan istifadə edə bilərsiniz. Yox, uşaq içir onu. Heç bir acılıq deyirəm, amma Uşaqda nə xəstəlikdir xanım? Uşaqda xəstəlik yoxdur. Sadəcə olaraq psixoloji gərginliyi, bir hiperaktivlik də deyir. Belə bir də görürsünüz, öz-özündən dayanır, o qədər heç lazımsız şeyə gülür, öz-özündən çox başlayır danışma. Psixoloji gərginlikləri var. Bu nadinclik əlaməti kimi deyil. Aydın oldu. Biz ona görə söylədim ki, yəni bu acılığını yox, çox içirtməyi yox. Ayrı bir sualınız var xanım, vaxtımızı nəzərə alın, verir. Yox, bir dənə yovşanın üstündə xəbərdarlıq edir ki, onu çox içmək zəhərlənmə verə bilər, ona görə. İndi biz cavablandıracağıq. Oldu, sağ olun. Təşəkkür edirik. Vaxtımız nəzərə alın. Xanım, birincisi biz ümumiyyətlə... Ulduz xanım, gözləyin, ikinci telefonda qəbul edək, sonra cavablandırın. Alo. 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 Aha, ikinci telefon alınmadı. Buyurun. Biz ümumiyyətlə burada reseptlər deyəndə biz ümumiyyətlə orta yaşlı insanlar üçün nə uşaqlara aiddir bu, nə hamilə qadınlara aiddir. Biz dəfələrlə demişik. Biz dediyimiz ümumi reseptlərdən istifadə etdikdə, uşaqlara da istifadə etdikdə mütləq həkimə müraciət etməlisiniz. Hamilə qadınlar da istifadə etdikdə həkimə və yaxudsa o resepti deyərək, siz bunu içirtməmişdən qabaq mənə müraciət etməliydiniz ki, mən bunu 6 yaş uşağa vermək istəyirəm. Yəni, söhbət mən belə bir sual gəlib, yəni, psixoloji hallarda nədən istifadə olunsa yaxşı olar. Mən demişəm, böyütkən kökü də, yovşan kökləri də yaxşı təsir göstərir. Amma yenə də uşağa içirdikdə bunlarda biraz başqa cür olur. Yəni, məsləhətdir ki, uşağa içirdirsinizdə təkcə böyütkənin köklərindən istifadə edin. Və bir müddət içdikdən sonra onu da az dozayla, yəni əgər bir xörək qaşığısa bir çay qaşığı dəmləyəcəksiniz, uşağa da verəndə qaşıq-qaşıq. Böyütkən kökləri zəhərli deyildir, qorxulu deyildir, amma yenə də uşaq dozası vardır. Yovşandan istifadə etdikdə, yəni birlikdə istifadə etmək olmaz uşaq üçün. Sonra bundan bir 2 həftə istifadə etdikdə yenə bir 2 həftə fasilə verərsiniz, yovşandan istifadə edərsiniz. Yovşandan da bir çay qaşığına artıq istifadə etmək olmaz. Bir çay qaşığı, bir stəkan suda dəmlənir, onu da verdikdə haradasa armudu stəkanın yarısından, aşağı hissəsindən, bax elə miqdarda verməlisiniz. Onu da, yovşanı da verdikdə bir həftədən artıq vermək olmaz. Bir həftə verirsiniz, bir həftə fasilə verirsiniz. Yəni, yadınızda qalsın, hər hansı Herbaflora jurnalından və yaxud biz burada dediyimiz reseptlərdən uşağa görə istifadə etdikdə mütləq müraciət edin, dəqiq məlumat alın. Təşəkkür edirəm. Şəbnəm xanım, Mənim isə xanıma mütləq məsləhətim odur ki, mütləq nevropatoloqa aparsın uşaq. O uşaq əqli inkişaf cəhətdən bir qədər geri qaldığı hiss olunur. Yəni, xanım bu sözdən inciməsin. Bu, birinci hal deyil də, yəni rastlaşdığımız həmən uşaqlara mütləq kömək lazımdır. Dırnaqarası yanaşma olmaz. Düzdür, burada sakitləşdiricilər verilir. Amma yanaşı başqa üsullar da var, hansı ki, efirlə demək uzun çəkər. Yaxşı olar ki, vaxtında... Mütləq müraciət olunmalıdır, çünki bunun gələcək söhbəti var. Təşəkkür edirəm. Biz qısa müddətə reklamlara ayrılırıq. Birazdan bir yerdə olacağıq.